İlqar Gülablı, Qara Xəncər. Mən bir adamdan şübhələnirəm. Şahnazdan, bəlkə o gün məni görüb və dediklərimizi eşidib. Ola bilər, mənə də şübhəli gəlirdi hərəkətləri. Əgər odursa, nə eləyəcəksən? Bax, qardaşım, Şahnaz öz vəzifəsini yerinə yetirib. Biz öz vəzifəmiz və əqidəmiz yolunda mübarizə apardığımız kimi, o da öz əqidəsi və vəzifəsi yolunda mübarizə aparır. Mən onu sırf vəzifəsini yerinə yetirdiyi üçün öldürə bilmərəm. Həm də o mənim uşağımın anasıdır. Amma onun üzündən az qala bizi tutacaqdılar. Özün bilirsən də, bizi tutsalar nə edəcəklər. Sonra KGB səndən qorxmaz. Səni ifşa edənin taleyi necə olur, hamı görməlidir. Əgər o öz əqidəsi yolunda səndən əl çəkirsə, sən nə üçün ondan əl çəkməyəsən? Bilmirəm, bunları sonra danışayıq. Onlar gəlib Bakıdakı kəndlərinə çatdılar. Adamlar da gəlib ora yığışdılar. Firidun həmin günü gizli yolla Xəzər dənizindən qayıq ilə üzərək İrana keçdi. Mr. John ona Şahnazı öldürməyi tapşırdı. Əgər onu öldürməsəydi, Qara Xəncər kimi nüfuzdan düşəcək və artıq kommunistlər ondan qorxmayacaqdı. Həm də o bu işi görməsəydi, başqası görəcəkdi. Firidun da arvadının başqası tərəfindən öldürülməyinə razı ola bilməzdi. Nəhayət bunu öz öhdəsinə götürdü. Əli soylu Firidunun Azərbaycanda olmadığını dəqiqləşdirib təcili Şahnaza zəng vurdu. Şahnaz da hər şeydən xəbərsiz Əli soylunu zəngin gözləyirdi. Firidunun hara gedəcəyi ilə bağlı xəyallar qururdu. Görəsən ona nə edəcəklər? Ağır işgəncələr verib öldürəcəklər. O telefonun başında durub gözləyirdi. Araz yatmışdı. Şahnaz çox həyəcanlı idi. Ərinin ya ölüm ya da həbs xəbərini gözləmək bir qadın üçün fəlakət idi. Bu vaxtı zəng gəldi. Şahnaz telefonu götürdü və dedi: Alo, yoldaş Əli soyludur. Alo, Şahnaz, mənəm qızım. Tez uşağını da götür, oradan qaç. Niyə, nə olub? Firidun əlimizdən qaçıb qurtuldu. Sənin onu ifşa etdiyini öyrənmiş ola bilər. Hazırda Azərbaycanda deyil. Ola bilsin ki, ora səni öldürməyə gəlir. Tez oradan qaç. Yaxşı, oldu. Şahnaz qorxa-qorxa telefonu yerə qoydu. Tez hazırlandı. Elə bu vaxt bir səs eşitdi. Bu səs Firidunun səsi idi. Hara gedirsən Şahnaz? Firidun, nədir? Hara belə hazırlaşırsan? Heç. Sən nə tez gəldin? İşlərim tez qurtardı, mən nə gəldim. Anan necə oldu? Anam öldü. Öldü. Anam Zinət mənim bir yaşım olanda öldü. Onu arazı keçəndə rus əsgərləri güllələrdilər. Həmçinin atam Yusif bəy də. Məni isə Qəzənfər əmim böyüdüb. Sən ki bunları bilirsən, atan Ağa Həsən Ağayev, yəni mənim atamın köhnə dostu Ağa Həsən Ağayev sənə hər şeyi danışıb. Sən də bunları mənə danışmışdın. Nə tez yaz adından çıxdı, əzizim. Firidun ona tərəf getdi. Şahnaz üzərindən bir tapança çıxardıb ona tərəf uzadıb dedi: Gəlmə Firidun, yoxsa səni öldürərəm. Ərinə silah çəkirsən, sən artıq mənim ərim deyilsən, sən Qara Xəncərsən, mənim düşmənimsən, səni öz əllərimlə öldürəcəm. Alçaq, utanmadın mənə yalan deməyə, məni aldatdın, məndən istifadə etdin, mənim hisslərimlə oynadın. Oynadım, indi məni öldür, heyfini çıx. Öldürəcəm, darıxma, tökdüyün qanların cəzasını çəkəcəksən. Çəkəcəm, öldür məni, cəzamı ver. Mən bura səni öldürməyə gəlmişəm. Sən məni öldürməsən, mən səni öldürəcəm.
Ona görə də tez məni öldür. Şahnaz əli əsə-əsə istədi çaxmağı çəksin. Bu vaxt uşaq ağladı. Şahnaz çönüb uşaq yatan o otağa baxdı. Bu vaxt Firudun qaça-qaça gəlib Şahnazın əlinə bir təpik vurdu. Şahnazın əlindəki tapança yerə düşdü. Firudun Şahnaza bir şillə vurdu. Şahnaz fırlana-fırlana divanın üstünə yıxıldı. Onun sifəti qıpqırmızı oldu. Firudunun barmaq izləri sifətində qaldı. Sonra o durub Firuduna cumdu. Onlar bir-birlərinin yaxalarından tutdular. Şahnaz təpiklə vurub onun ayaq barmaqlarını əzdi. Firudun qışqıraraq ayağının əlinə aldı. Şahnaz onu itələyib yerə yıxdı. Sonra masanın üstündəki güllanı götürüb onun üstünə cumdu. Firudun cəld yerdən durub onun əlini tutdu və möhkəmdən sıxdı. Sonra onun qolunu burub əlindən güldanı aldı. Ona bir şillədə vurdu. Şahnazın ağzından qan gəldi. O yerə yıxıldı. Firudun onu yerdən qaldırıb bir şillə daha vurdu. Şahnaz başqa bir yerə yıxıldı. Onu yenə qaldırıb bir şillə də vurdu. Başqa bir yerə yıxıldı. Sonra yenə. Firudun Şahnazı möhkəm döydü. O ömründə ilk dəfə idi ki, bir qadına əl qaldırırdı. Öldürdüyü 60 adamın hamısı kişi idi. Şahnaz onun ilk qadın qurbanı idi. Nəhayət Şahnazın taqəti qalmadı. Firudun onu o qədər döymüşdü ki, onun bütün bədəni göm-göy olmuşdu. Ağzı, boynu qıpqırmızı qan idi. Onun ayağa durmağa taqəti yox idi. Firudun üstündən qara xəncərini çıxarıb dedi: "Hə, Şahnaz xanım, gələk indi əsas məsələyə. İndi səni də göndərəcəm o çox sevdiyin 60 nəfərin yanına. 61-ci öldürdüyüm kommunist olacaqsan. Çoxdandır kommunisti öldürmürəm, darıxmışam." O Şahnazı üzü quyulu çevirib xəncəri onun boğazına dirədi. İstədi onun başını kəssin, amma əli gəlmədi. İlk dəfə idi ki, adam öldürməyə tərəddüd edirdi. O nə qədər cəhd etsə də onu öldürməyə qıymadı. Çünki onu dəlicəsinə sevirdi. Ona görə də ona qıymadı. Nəhayət qara xəncəri qınına qoyub belinə taxdı və Arazın yatağına gedib onun qucağına alıb sakitləşdirdi. Araz yatdıqdan sonra Firudun təkrar salona gəldi. Şahnaz yerdə zarıyırdı. O Firuduna baxıb dedi: "Məni niyə öldürmədin? Çünki sən mənim uşağımın anasısan. Mən də anasız böyümüşəm. Ona görə də anasızlığın nə olduğunu yaxşı bilirəm. İstəmərəm ki, oğlum da mənim kimi anasız böyüsün. Səni oğlumun xətrinə bağışlayıram. Sənin mərhəmətinə ehtiyacım yoxdur, öldür məni. Sənin kimi bir vətən düşməni ilə evli olmaq mənim üçün ölümdən də betərdir. Şahnaz, sənin vətənin xaradır. Rusiya, Azərbaycanı işğal eləyən, sənin xalqını əsarət altında saxlayan Rusiya, sən elə şeyləri bilməzsən. Çünki sən Amerikan imperializminin nökərisən. Sən burjua başkəsənisən. Sən öz zəhməti ilə yaşayan, əməksevər fəhlə sinifinin düşmənisən. Sənin üzündən fəhlə sinifi həmişə əziləcək. Burjua sinifi kasıb fəhlələri və kəndliləri həmişə istismar edəcək. Sənin və sənin kimilərin üzündən kasıb uşaqlar həmişə yaxşı məktəblərdə oxuya bilməyəcək. Yaxşı xəstəxanalarda müalicə ola bilməyəcək. Ürəkləri istəyən yeməyi yeyə bilməyəcək. İstədikləri paltarı geyə bilməyəcəklər. Həmişə zəif və aciz olacaqlar. Ancaq varlıların uşaqları keyf edəcəklər. Siz yalandan Rusiyanı bəhanə edin. Rusiyada bizim kimi qardaş sosialist respublikadır. Biz 15 respublika birlikdə mehriban yaşayırıq. Rus, Belarus, Ukraynalı, Azərbaycanlı, Erməni, Gürcü,
Latviyalı, Eston,